Həqiqətən də həyat bumerangdır. İndi mən necə cəzamı çəkirəmsə qanun qarşısında, qanun qanundur. Mənə o cəzanı gülərək, belə üzümə belə lağ edərək, məhkəmədə sevinib oley deyərək deyənlər, mən onsuz da boşanmış halımdan süpürgəçiliyi eləmişəm. Tualet belə təmizləmişəm. Mənim analığımı müqayisə edincə getsinlər, öz atalıqlarını müqayisə eləsinlər. Heç vaxtı heç kimə haqq verilmir. Ana lap pisdir, ana lap şıntırdır, sən deməyə bağışla. Ana lap ən axırıncı adamdır. Uşağın heç bir günahı yoxdur. Heç bir halda, heç bir insaniyyətdir, atıya heç bir halda haqq verə bilməz ki, sən uşaqla maraqlanmayasan. Gör qanunda nə qədər sənin normal qan olmaya ki, sən gedəsən, məsələn deyirəm. Məsələn də demirəm, olanı deyirəm. Əri türmədə olan bir qadının uşağına atalıq eləyəsən, amma öz uşağına atalıq eləməyəsən. Təbii ki, bu normal bir şeydir, mənim haqqımda bəzi nağıllar danışılması. Mən də inşallah, mənim necə haqqımda müraciət olunubsa, məhkəməyə, necə özlərinə qəsd dərəcəsində çatıblarsa, biz də icabına baxarıq. Bizdə də gözəl kayıtlar, gözəl olmayan sözlər var. Necə ki, mənim danışıqlarım olmayan danışıqlardır. Sizin də danışıqlarınız olacaq olmayan danışıqlar. Siz də inşallah məhkəmədə görüşəcəyik. Və heç bir halda, indi mən təzminat davasındayım qızlar, bir də üzr. Yəni bu mənə verilib ki, üzr istəmək və təzminat. Təbii ki, mən bunları çalışacağım ki, bildinizdə necə? Yəni müraciət edəcəm ki, mən cəzamı çəkirəmsə, bunları eləməməliyəm. Çünki mən cəzamı çəkirəm. Və mən tək anayam, mənim 10.000 manatım hardandır? Heç mən aliment belə almıram. Mənə verilməkdən mən niyə verirəm? Cəzamı da qanun qarşısında min şükür Allaha çəkirəm. Qanun şahdır, mən də cəzamı çəkirəm. Bu mənim üçün cəza deyil. Verilənə görə mən cəzamı çəkirəm. Bu mənim üçün fəxirdir. Çünki mən süpürgəçi qadınların, anaların həmişə demişəm canlımda. Mənə bu cəza verildi, verilmədi demişəm ki, mənim canlıdan qabaqki, TikTokdan qabaqki həyatım bu olub. Bugün məni qınayanlar, mən gedib kimisə tualetini təmizləyəndə, evini təmizləyəndə mənim yanımda olmayıb. Bəziləri deyirlər ki, biz də tək uşağa baxmışıq. Sizin qardaşınız baxıb. Mənimsə heç nəyim olmayıb. Mənim bir anam olub və mən olmuşam. Siz isə qardaşınıza sığınmışsınız. Qardaşınızın pılına və qardaşınıza. Bunu da unutmayın. Sizin evinizdə ən azı bir kişi olub və baxıb. Amma bizim evimizdə olmayıb. Pis olmuşam, zorla gelib kiminsə evində oturmuşamsa məni almazdınız. Qardaşınız 3 dəfə dalınca gəlməzdi. Ən azından mən evlənib ayrılmamışdım. Kiməsə yalvarım ki, gəl məni al. Ən azından mən ailə qurandan sonra öyrənməmişəm, mənim uşağım var. Ən azından bu mənim başıma gəlməyib ki, mənim uşağım çıxsın ortaya. Ən azından. Ən azından ailə qurandan sonra mənim uşağım çıxmayıb ortaya. Allah göydən baxır, Allah hər şeyi görür. Hər kəs sözünə görə haqlıdır. Amma mən heç kəsə şükür Allaha şər atmıram. Olanları da danışıram ki, və mənə bu qədər nifrət edən insan heç vaxt canlıda oturub elə sakit danışa bilməz. Mən siyasətçil olmağı bacarmıram. Mən millətə işləməyi bacarmıram. Mən nəyəm, oyam. Ona görə də haqq həmişə yerini tapacaq. Heç vaxt mənə nifrət edən adamlar məndən elə sakit danışa bilməz. Səmimiyyətsizlik elə buradan başlayır. Mənim tutulmağımı istəyib, məni 10.000 manat təzminat tələb eləyib, canlı yayında üzr istəməyimi istəyib, məni alçatmaq istəyən insanlar heç vaxt məndən elə sakit, təmkinli danışa bilməzlər. Bu sadəcə bir insanların gözünü bağlamaq üçün bir şeydir. Bir də canlı yayımda bildirirəm. Qanun qanundur, cəzamı da çəkirəm. Və inşallah mənim haqqımda danışılanlar, mənə atılan böhtanlarında mən inşallah necə mənim qarşıma çıxıbsa, necə mənim qabağıma çıxıbsa, elə də qarşılığını verəcəm. Eyni şəkildə, eyni kayıtlarla.
Düzdür, bəzən orada siyasət işlədilib, çox sağ olsunlar ki, adımı çəkməyiblər. Amma yenə də eybi yox. Hər şeyi Allah görür. Ən gözəl qanunu Allah verir. Ən gözəl cəzanı da Allah verir. Min şükür Allaha. Elə buradan görsənir elə. Mənim elə hamilə vaxtı canlatmağımdan görsənir elə. Sizin danışdığınız doğrular. Bu qədər insan var burada. Mən haçan uşaqlar hamilə vaxtı canlatmışam. Qara qız səhifəm olub, ağ qız səhifəm də olub, boz qız da olub qızlar. Mən bir dənə xahiş edirəm, hamilə vaxtı canlaşdığım kayıtları mənə göstərərsiniz. Mən uşağımın 9 ayından sonra canlatmışam. Orada da kayıtlarda da hər şeydə də var. Mən kişi qızıyam. Məndə ulğum deyilən bir şey var. Çünki mən kişi qızıyam. Mən danışıram, deyirəm danışmışam. Allah heç bir qadını hansısa bir pis kişi ilə sınağa çəkməsin, pis ailə ilə sınağa çəkməsin. Heç kim deməz ki, mən pisəm, gəlinimə pis davranmışam və yaxud da pis olmuşam, pis ər olmuşam, pis baldız və yaxud da pis kimsə olmuşam. Bunu heç kəs deməz və heç bir qadın da normal qadından söhbət gedir. Yaxşı yerindən çıxıb getməz. Heç bir qadın, bunu unutmayın. Bu, hamının başına gələ bilər. Hər kəsin, heç bir qadın. Mən danışdığım doğrular elə buradan görsənir ki, mən nə qədər pis olsaydım belə, bu 6 il ərzində bir dəfə uşaqla maraqlanardınız. Alimenti mən məhkəməyə verəndən sonra yox, mən verməmişdən qabaq alardınız, verərdiniz və məni utandırardınız. Bu qədər. Mən artist deyiləm. Mən heç aliment ömür boyu almaq fikrim olmayıb. Mən prinsip alıram, açığa. Mən həmişə demişəm ki, ehtiyac istəmirəm. Allah mənə yetirir mənim pulumu. Mən həmişə izləyicilərim deyib ki, ged alimenti al, demişəm istəmirəm. Mən buna dəyər verən qız deyiləm. Nə də qürurumu, mənliyimi, şəxsiyyətimi buna satmıram. Min şükür Allaha, nəyəm? Ortalıqdayam. 6 il bizə TikTokdayam, 7-ci ilə keçirəm. Ən azından mənim pozğunçuluğumu, tərbiyəsizliyimi görən izləyicilərim buradan mənə deyə bilər. İnsan özün rola bir gün, 1 ay, 2 ay, 3 ay qoyar. Allah heç kəsin başına, ay Allah, ya Rəbbim, amin, şər, böhtan gətirməsin. Allah sizi şərçi insanlardan qorusun. Vallah billah. Balıq bürcü oğlanı, qız bürcü. Mən astroloq adam sənin üçün burada. Astroloqam sənin üçün burada. Dirəşim. Falandı bəs məkandı. Hələ mənim blokumdakilərə bak. Ləman gedib kimisə tualetin təmizləyib iş görəndə heç kəs gəlib Ləmanın əlindən tutub pul vermir deyə. Başa düşdün? Qadın tək işləyib, uşağı böyüdüb 6-7 yaşına böyüdən kimi çıxırlar öndən. Mən gəlmişəm başıma. Uşağı bələydə olanda gəlir. Elə hamiyə aiddir. Kim uşağına baxmır, onlara aiddir. Nə oldu elə? Bütün analar pis oldu. Düz danışıram deyə çoxuna dəyir mənim bu sözlərəm. Həmişə düzün danışmışam, düzlə də gedəcəm. Bilərəm ki, orada məni nəsə gözləyir. Mən düzün danışaram, gedərəm o düzə. Mənim xarakterim belədir. Mən də canlıda bəzilər ki, belə danışmaqla insaniyyətlik ölçülmür. Hərəkətlərlə göstərmək lazımdır. Divici brat, divici qaqaş. Oturum burada 7 aylıqla bir ağlayım ki, bu dəqiqə mən oturub ağlayacaqlar. Yazıldı, təcaladır. Mən fərqim bilsə nədir? Mən özümü insanların qarşısında sındırmıram. Sındırmıram ay kişi, xoşlamıram. Kimlə danışıb burada başqalarının adını çəkməyim. Qanun var, haqq var. Qoyulacaq. Bu qədər. Necə mən qanunla, haqla cavab verilib cəzamı çəkirəm. Mən də elə. Bu qədər.
Nömrəvidir. 077 318 3099. Karışlamışım belə. Mənim heç nə vecimə deyil bu həyatda. 3 günlük dünyadır. Əvvəl eləydim, hər şeyi takırdım. Kafama, hər şeyi alırdım vecimə. Psixologiyam ki oradan. Özdə qızlar. Təsadüfə bax ki, mənim həyatıma kimsə girib axı. Demişəm axı üzüyü taxacam. Yox ha. Üstündən üzüyü sözün üstündən neçə gün keçəndən sonra birdən Ləman ərə gedir. Nə olar sonra? Görsən sən onu. Təsadüf məni yoxa çıxardır qızlar. Qızlar. Allah sizin hər birinizi xoşbəxt eləsin, qadınlara aiddir qızlar. Sizi bacı şərdən böhtəndən uzaq eləsin. Əbzi billahi. Alo. Baba, yenə xodun alır, mən əsəbləşirəm. Xanım. Danışın da, ay xanım. Qız mənim nervlərim çat-qut eləyir. Sənə ər üzünə həsrət qal. Alo. Hamısını boş verin. Hamısı boş verin yani. Xanım, eldi xanım. Başqa şey danışım canım. Buyur. Böyle buna göre yığmışdı. Şu kız başına. Ben ona dedim ki hayatımın ilki. Neyse her şeyi boş verin. Esas o da alimentimiz gelir. Kızlar ya. Alo. Alo. Bəli. Necəsən? Yaxşıyım, çoxsan, siz necəsiz? Mən də yaxşı oldum, sən gördüm. Sevirəm səni. Çox sağ ol canım mən. Böyle yazsınlar, həmişə gül yaxşı. Yaxşı canım, olsun mən həmişə güləm, sırtıq şeyim yaxşı mən adı. Yaxşı, həmişə Oldu, sağ olun. Yaxşı mənim adı. Kanişdə mənim dünya vecimə deyir. Dünya niyə vecim olmalıdır ki? Burada mənə qınayanlardan, mənə düzdür artıq heç nə yazan yoxdur. Mən artıq yazanda mənim blokumdadır ki, başqa canlılarda hürənlər. Mənə qınayanlardan bugün mən gedib eləməliyəm, borcum evladıma baxıram. Nəsə süpürgəçilik eləyəndə, pul qazananda bəlkə kimsə gəlib mənim qapımı döyür. Heç kəsi tınlamıram, yaxşılardan başqa. Heç kəsi tınlamıram. Yemək ye. Qızır da gözlüyü, siz də məni ölürsünüz yeməyimdən ötürü. Səs gəlmir, nə tər görmür, ay xanım. Alo. Alema necəsin? Yenə gəldi bu. Canım başın, aşkım, dünya bizim dünyadır. Dünya senin dünyandır. Söz bir de batı. Lema, depresyona düşmüyorum artık. İyi yapıyorsun bacım. Hiç kimseyi tınlamadı Lema, ben. təzə profilimiz necədir bak? Cəmaət sevgilisinə qoyur, bu da profilə mənlə şəkil qoyur. Yox. Yox. Amma qız, Ayşəm bir dəqiqə gözlə. Amma qızlar, həqiqətən deyirəm. Mənə bilirsiniz ki, məndə yaltaqlıq yoxdur. Sizlə fəxr elədim, and ol Allaha. Bir şey ki, sizi ələ almaq üçün mənə şərrlər atıldı orada. Yenə də sizlə fəxr elədim. Bir şey ki, sizi, nə bilim, belə insanların damarına işləyirsən axı, ay filan şeyəm, ay nə bilim xəstə, ay nə bilim filan. Düzdür, Allah hər kəsin şəfasını versin bütün xəstələr. Ay nə bilim filan şey. Yəni sizi məndən soyutmaq üçün danışılan sözlər sadəcə gülməyim gəlir. Bir pik nöqtəyə orada toxunun ki, mən hamilə vaxtı necə canlı aça bilərəm. Mən uşağım olandan sonra mən canlı açmışam və 2019-dan TikTokdayım. Və bir şey də xoşuma gəlir ki, telefon olmaya hər şeydən xəbərləri var. Mən də istəyirəm, telefon işlətməyim, nətər bir şeydir. Telefonum ola heç nədən xəbərim olmur. Bəli. Nədən? Alo. Daş başına. Murat, təşəkkür edirəm, var olasın. Yanındayıq, var olasınız uşaqlar. Onsuz da mən həmişə öz bu əllərimlə cırmaqlaya durmuşam. Çalışın həyatda heç vaxt yıxılmayın. Yıxıldınızsa heç kəs sizi tutmayacaq. Çalışın əlinizdən cırmaqlaya da olsa qalxın. Və bir insanın simasından, danışığından bəllidir onsuz da kim kimdir. Kim nədir, nəsidir, nədir, nə deyil. Bəllidir. Valla. İnsanları bir müddət
O kinoda başrollarda qadınlar olur. Birinci mələk vidinə girirlər. Nə bilim, nəsə belə pis qız, əslində yaxşı qız rolunda olan cındır günə qalır. Yaxşı rolda olan, pis rolda olan yaxşı şeyə gəlir. Həyat da kinodur da, yəni bu meranqdır da. Yəni bu kino da həyat da kinolardan götürülmüş bir şeydir. Buyurun ay xanım, dirəşdiniz məndən. Salam aleykum. Bu xanım deyilmiş. Buyurun. Necəsiz? Çox sağ olun. Buyurun. Size önce diyeyim ki siz davanızda haklısınız. Çox sağ olun. Təşəkkür Tamam, edirəm. Var olasınız. Biz de izleyiciler olarak sizin yanınızdayız. Ay, çox sağ olun. Çox sağ olun. İndi kesin benim bir elədiyim, bıraktığım səhvə siz mənə kömək eləyin. Nə buraxmısan? Nə səhv buraxmısan? Buyurun. Deməli, sevdiyim biri Aha. mənim fake profillə belə deyim də tutub da bir tanışlıq saytında. Hə, elə yerlərin adını çəkmə qaqa zəhmət olmasa. Normaldır. Çəkmirəm, ad çəkmirəm. Aha. İndi necə Mən neyniyim buna? Nə qayrım? Qızı neyniyim? Vəziyyətdən necə çıxa bilərəm? Heç nə, boş ver, özü düzələcək. Oğlansan da heç nə olmaz. Deyəm, mən kişiyəm də, mən qız deyiləm ki. İndi olub da bir səhv eləmişəm, bağışla, üzr istəyirəm, üzümə yağın altında salxım ilə. Bir də ki, belə bir şey var da, Ləman xanım. Mən də bilmirəm, biraz dəyişməyi sevirəm. Bu nədən irəli gəlir? Nəyi dəyişməyi sevirsən? Yəni, bir insanda qalmağı sevilir. Səndə gicləyirsən, eşitirsən. Onda sən heç bir qıza yaxın durma, qaqaş. Cəmatın qızını bədbəxt eləmə. Bu dəyişməyi sevir. Nə sənsən? Alain Delonsan, Cima Bulansan, nə sənsən? Başımızı xarab eləmə, get o tərəfə. Dəyişməyi sevir. Bə. Yaşı gələk. Ətimizi tırlatma. Yürü. Dəyişməyi sevir. Dayallah. Romeo şeydir bu. Yemək yandı. Səfərə baş tutsun səni, qızışdırdı məni. Mən ona dedim ki... Ayda qızlar, beynimin içi bir ağrır. Alo. Alo. Bəli. Salam. Xanım, mən də... Bir dəqiqə gözləyin, ətirlərlə bağlı WhatsApp-a yazın qızlar, hamısını deyəcəyəm. Mənim anam içənlərdə avariyada öldü. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Atam da çıxıb gedir, mən qalmışam yetim. Neyniyim bu? Bilmirəm neyniyim. Özümü öldürmək istəyirəm. Ay qardaş, ay bala. Ay oğlanlar, niyə belə özünüzü qoyursunuz kişiliyə? Utanmırsan, yalandan zəng edib anavı öldürürsən burada. Bu, Allah söz saxla. Buranı onda şokdayam, nə bilim yazı. Allah nə bilim, alo. 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 Astanışda eşidirəm, ay xanım. Necəsiz Ləman xanım? Yaxşıyam, siz necəsiz xanım? Sevgilim mənə bu lokatı deyəm. Neyniyəm? Oğlan. Hə. Atıb, sən də at. Eşidirəm, başqa nə verəsin? Mən də atım. Koneşna. Sevirəm axı. Bəs o niyə atıb axı? İcazə sevdən çölə çıxmışam, ona görə mən bu loka. Çıxmısan, Mən də atım bu loka. Ərindir. Sevgilim. Olsun da, hə, çıxmısan da. Atıb mən bu loka deyib bitdi hər şey, fiso qutardı. Deyən, get keçinə başqa. Deyən, icazəsiz çölə çıxmağımı istəmirsə, gətir üzüyü taxlar baxma. Anam da deyir, çıx çölə, mən neyliyim? Mən deyirəm, doğanım orada, əkənim burada, sevənim də burada. Mən qalmışam üç sözün arasında. Yaxşı. Kişidir, bu oğlanların da bir zahməti olmuyor ha. Ay qız. Sıkıla basma, deyirsən də mənə. Allaha qız sizi blok atan, siz də blok atın. And ol Allaha. Başlar çatmır. Alo. Alo. Bəli. Salam Ləman xanım. Salam aleyküm. Mən bir dənə qara... Oğul başına, hey, bu da gələcəyin dədəsi kül qoyum sən oğul başına. Alo. Alo. Bəli, buyurun. Oğlanlarınızı bəzəyin. Ment alıram.
Biz doğulduğu gündən bu günə qədər işə yaradı ya. Ölürəm. Hal-hazırda nağıllar aləmindən gəlirəm. Ay qız, nə olar? Mənim o kaydımı tapında mən hamilə canlı açmışam. Mən elə bil 18-də hamilə qaldım, 19-da doğdum. TikTok'a da 19-da gəldim də. Bir də mənim o kaydımı tapa bilərsiniz. Mən hamilə canlı açmışam. Çox xahiş edirəm. Mən özümü elə görmək istəyirəm. Hamilə mən canlı açdığım kaydımı mənə atarsın. İstəyirəm bura bir tekst yazım. Bir hardasa bir 5-6 ay əzbərliyim, sonra çıxım canlıda belə səsim əsəlsə də olsa, güclə bir tərdə olsa, o teksti danışım. Mən buradan bir rejissora səslənirəm. O saxta bəzi rejissor kimi özünə aparan şeylə senari yazanlar var. Bir də mənə də yazıb versinlər. Çıxım biraz 200 gün qabağımda tekst vereyim, sonra canlı yayımda danışım. Yox ama. Təzə yeni fenomenimiz hoş gəlibdi. Hoş gəlibdi. Mən paxıl qız deyiləm valla. Qoy mənim üstümdən tanısınlar. Nə var ki burada? Qıran haqqı. Birinci məni pisləyirlər, sonra nə bilim əl işləriniz adını. Pul qazansınlar da, PK'lar zadlar eləsinlər. Valla pul da hamı qazanmağa gəlib bura. Qıranandasın. Nə olar ki? Qızlar canlı yayın mox şərəsini paylaşın. Olsun da. Divadan danışanda hamının canlısı qalxır. Mən elə belə adam deyiləm canım. Mən izləyicilərimin sayəsində divayam. Və mən əsl izləyici. O artıq əsl yazanlar mənim blokumdakilardır. Həqiqətən də öz izləyicilərimi gördüm və sizlə fəxr edirəm. Həqiqətən. Sizə şok edim. Sizə halaldır. Yəni həqiqətən sizə verdiyim əməklərə, bu günə qədər tanışdığım əməkləri halal xoşumuz olsun. Bəli qızlar. Buradan yəni çox super. Əlasız. Bir dənə qəşəng aliment gəlir. Bir dənə qəşəng aliment gəlir. Bir dənə qəşəng vəkil gəlir. Vəkil deyirəm sizə. Pəh mama qurban. O vəkilin ucu havası gəldi bəsdir. Niyə demirəm oz? Xüsusunsün. Bütün günü o işlərdən məşğul olmuşam ancaq. Qaç. Uyumuşam qızmağa yeməyi. Mən ona dedim ki, həyatımın ilki Edik var ol, çox sağ ol. Var olacağım mən. Teşekkürlər qızlar. Ətirləri qızlar gətirmişəm. Və sabahdan bir dənə ətir səhifəsi açıram. Nömrə ala bilmədim bugün. Ətirləri yazıram, hamısını bir maraqlanım. Tam sizə deyim.